Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Azərbaycanda taksi sürücüləri üçün sığorta haqqı artırılıb. Xəbər verilir ki, Mərkəzi Bankın baş direktoru Vüsal Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib, taksi fəaliyyəti ilə bağlı dəyişikliklər nəticəsində sığorta haqqlarında 1,5 əmsalı tətbiq olunur. Onun sözlərinə görə bu artım yalnız taksi fəaliyyəti göstərən nəqliyyat vasitələrinə aiddir və digər avtomobillərə təsiri yoxdur. Qeyd edək ki, məqsəd sığorta xidmətlərinin keyfiyyətini yüksəltmək və zərərliyə adekvat sığorta haqqları formalaşdırmaqdır. 2026-cı ilin 1-ci rübündə Azərbaycan Dəmir Yolları keçicinin ADyə sərnişin və yük qatarlarına hərəkətdə olarkən 18 dəfə daş atılıb. Xəbər verilir ki, bununla bağlı ADyə məlumat yayıb. Bildirilib ki, bu cür vandallıq halları sərnişinlərin və qatar heyətinin həyatını təhlükə altına salır. Qatarların texniki vəziyyətinə ciddi zərər vurur və maşinistlərin qatarı təcili saxlamasına səbəb olur. Nəticədə qatarların hərəkət cədvəlində gecikmələr yaranır. Azərbaycan Dəmir Yolları qeyd edir ki, bu cür qanunsuz hərəkətlərə yol verən şəxslər müəyyən illərə qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunurlar. Qurum hadisələrin əsasən azyaşlılar tərəfindən törədildiyini nəzərə alaraq, valideynlərə uşaqlar ilə maarifləndirici söhbətlər aparmağı tövsiyə edir. Eyni zamanda vurğulanıb ki, dövlət əmlakı olan qatarlara da daş atılması cinayət əməlidir.